Ağa selamünaleyküm. İyi olmayasınız. Selamünaleyküm. Hoş geldiniz. Ağa lülelerimiz bunlar da. Sulularımız var. Bakaldadır, buyurun bakın. Bir dəqiqə baxın başlayın. Ağa güzəşdirəm, deyirəm bundan yoğun lüləz var. Ne gedirsən? Təqribən 280 kilo. 280 kilometr. Hətta kilometrdə var, metri neyəcəm? Arazdan su çəkəcək dəriyə. Cədiddən əxbara baxırsan. Gördün İsfahana necə su çəkdilər? 800 kilometr mərhələ 1-də su çəkiblər. 900 kilometr mərhələ 2-də su çəkiblər. Ki İsfahana su yetişə. Bilirsən də cəyəncən əxbarlar beyku pəxş edir. Biz daha nə qədər etiraz elədik, nə qədər pəyam yolladıq, ona deyib, buna deyib, heç kəs baxını şişən vermədi. Mərdum deyib, özümüz yığışaq lülə olaq. Oradan, Ərəsdən lülə çəkək 280 kilometr gətirək dəryanı dolduraq. Niyə? Çünki dərya qurursa Azərbaycan quruyacaq. Azərbaycan qurursa İran quruyacaq. Bəs İran həmişə hara dayaqdır? Azərbaycana dayaqdır. Bildin nədir oldu? Ona görə əl-ələ vermişik ki, elə özümüz dəryanı dolduraq. Dadaş nükən oğlum, bunlar sənin işin deyil ki, bunlar nümayəndə məclisin işidir, rəis cümhurun işidir, işbilənin işidir. Nümayəndə? Nümayəndərəm mən. Həmin ki şam verirlərə, geysi oturursunuz, rəyi verirsiniz. Hə, o şam verənlər isə. Onlar elə fəqət şam verirlər. Şamı verəndən sonra biz gedək, rəy veririk, onlar gedirlər. Öz işlərinə biz də gedək öz işimizə. Heç kəs heç kəs işinə qatışmaz. Əvvəldən rəsmidir. Əslində biz nə nümayəndələrin işinə qatışaq, nə nümayəndələr bizim işimizə. Qədimdən deyiblər qonşu umutlu qalan şamsız qalır. Gəyə umutlu qalmıyorsan. Gəyə özümüz öz işimizi görək. Ora qurusa yazıq olacaq, cəmaət sərətən tutub barbaqsa çox dağılacaq. Məcbur səri özümüzə qidam edirik. Deyirəm elə səninki işin budur. Bizzat da sən yazım hesablamışam amma hər xanvadaya yetişi təqribən metr yarım ya 1 metr. 4 kilometrdə məni yaz. 4 kilometr.